Uşağı necə öz başına yatmağı öyrətmək olar? Uşağın öz başına yatmağı öyrənməsi üçün xüsusi metodikalar haqqında çox yazılır. Amma illüziya qurmağa dəyməz. Bu, heç də sehrli bir həblə və ya elə bir möhtəşəm bilik deyil ki, onları öyrənəndən sonra uşağınıza asanlıqla və tez bir zamanda öz başına yatmağı öyrədə biləsiniz. Bunlar sizin hərəkətləriniz üçün çox dəqiq tənzimlənmiş alqoritmlərdir və nəticədə uşağın yatmasına kömək edən hər cür dəstəyi aradan qaldırırsınız. Və əlbəttə ki, belə öyrətmə çox vaxt uşağın göz yaşları ilə müşayiət olunur. Belə metodikaları yuxu üzrə məsləhətçi olmadan öz başına tətbiq etməyi qətiyyən tövsiyə etmirəm. Mən isə uşağa tədricən, təbii şəkildə öz başına yatmaq bacarığının yaranması üçün şərait yaratmağın tərəfdarıyam. Buna artıq 4 aydan sonra başlamaq olar. Bunun üçün istifadə edə biləcəyiniz bir neçə qayda var. Uşağı müxtəlif üsullarla yatırın. Həm ana südü ilə, həm də onsuz da həm yelləməklə, həm də yelləmədən, həm uşaq arabasında, həm də çarpayıda. Doğulduğu gündən etibarən uşağı yatırmaq imkanını ailənin digər üzvlərinə də verin. Körpəni çarpayıya yuxulu, amma tam yatmamış vəziyyətdə yatırmağa çalışın. Yəni sizin məqsədiniz uşağı rahatlaşdırıb çarpayıya qoymaqdır. O hələ tamamilə qucağınızda və ya sinənizdə yatmamışdan əvvəl. Yəni ona imkan verin ki, yuxuya düz səthdən, əmizdirmədən və yelləmədən keçsin. Uşaq böyüdükcə təxminən 4 aydan sonra onu artıq sizin güclü köməyiniz olmadan yatırmağa çalışın. Ritual zamanı və ritualın sonunda körpəni qısa müddətə çarpayıya qoyun ki, o özünə yer tapsın, yuxu üçün rahat pozanı axtarsın, necə rahatladığını və öz-özünə necə dincəldiyini öyrənsin. Əgər körpə mızıldamağa başlayırsa, dərhal onu qucağınıza alın. Əgər yoxdursa, onda ona səsli və toxunuşlu assosiasiyalarınızla kömək etməyə davam edin. Və bir gözəl gün körpəniz özü yuxuya gedəcək. Uşağın yuxuya keyfiyyətli hazırlaşmasına və rejiminə diqqət yetirin. Əgər uşaq gecələr tez-tez oyanır və uzun müddət yuxuya gedə bilmirsə, məsələ onun öz-özünə yuxuya getməsində deyil, uşağa uyğun olmayan rejimdədir. Əgər körpəniz yuxudan əvvəl monoton şəkildə yerlənir, mızıldayır, fırlanır, ayaqlarını yuxarı atır, yəni nəsə monoton və ritmik hərəkətlər edirsə, bundan qorxmağa dəyməz. Bu, körpənin özünü rahatlaşdırmağı öyrənməsidir.